Hamıza salam dostlar. Bugün car parkingdə hesabımı göstərəcəm. Bir-bir maşınları göstərəcəm. Ancaq sürməyəcəm ki, video uzun olmasın. İndi başlayaq. İlk olaraq bufersiz Prioradır. Gerbli, bufersiz, pərdəli. Çox qəşəng görünüşü var. Belə gördüyünüz kimi. Maşınları qısa göstərəcəm. Bu belə. Bu Tofaşı heç mən niyə saxlayıram bilmirəm qarajda belə bir şey. Sonra belə bir dənə çizim kimi. Bunun uşaqları bir dənə göstərim. 67 dənə həndrika. Bu coinlə də satmaq olur da buradan. Sonra yenə Passat. Belə bir dənə. Boyda bu. Ne vaxtdandır sürmürəm. Gördüyünüz kimi bu da belə. Sonra bir dənə belə polis BMW maşını var. Yəni bunları əslində çox sürmürəm. Yəni qalıb qarajda. Bu da belə. Sonra yenə belə bufersiz bir dənə maşın. Şəs də belə. Arxası da yoxdur yəni. Bufersizdir. Bufersiz maşınların heç birini satmıram. Sonra bir dənə belə. Yenə Perodok. Arxası belə. Kolonka, pərdə. Yəni bunların heç birini özüm düzəltməmişəm. Heç birini yox, yəni bunları almışam. Hədiyyə veriblər. Belə bir dənə BMW. Bunu da şüşəsini çartdaq kimi eləmişəm. Bu da belə. Sonra bunu bugün aldım. 10 milyon almışdım. 15 idi, ona verdi. Mən elə bildim yaxşıdır uşaqlar. Yoruma yazarsınız necədir? Məncə qəşəng görünür. Bənövşəyi qara. Bunu da dünən almışdım yenə BMW. Bunu uzaqdan belə gördüm satanda. Satan kimi elə 50 milyonum var idi. Bastım heç gözləmədim də. 1 saniyəyə aldım. 25 milyon. Bunu da 25 milyona aldım. Biraz bahadır əslində məncə. Amma yenə də aldım. Qəşəng görünür. Sonra bir daha belə bunu da almışım. Təkərləri ayrıdır. Yəni bunu çox sürmürəm. Heç sürmürəm deməklə. Sonra bir dənə belə BMW X6. Bunu da heç satmıram. Belə bu da çox yaxşı görünür. Qırmızı işıqlar. Sonra yenə bir BMW. Belə. Bunları heç sürmürəm. Bunu uşaqlar sürüb sizə göstərəcəm. Onu da tək bunu təzə gələn maşın. Təzə gələn yəni gördüyünüz kimi gerbli. Yəni çox vaxt oynamırdım car parking. Girmirdim. Daim təzə maşındır bu. Bunu göstərəcəm sizə. Bu diski də 100 coin aldım uşaqlar. Bunu sürüb test eləyərik. Sonra bir daha belə 25. BMW. Bunu Rusiyadan aldım. Sarı ışıqlarla. Keçək. Bu Mercedes'i də bugün aldım. Bugün çox yaxşı maşınlar aldım. Belə 5 ya 9 milyona aldım uşaqlar bunu. Yəni pullu maşındır deyə aldım da yoxsa. Qabağa getdim. Sonra Porsche bir daha bunu eləyim. Reset eləyim. 5000 coin olmalıdır bu Porsche. Bunu heç sürmürəm düzünə qalsa. Rusiyadan almışdım bunu da. Bu 5000 coindir deyə satmıram hələ.
Sonra bir dənə belə bir Mercedes. Bu da coinlidir. Bu da çox hər şey deyəsən bunun coin olmalıdır. Çoxu. Belə. Diski də deyəsən 100 coin deyə bilmirəm. Bir dənə belə çizimli xrom maşın. Bunu yəni heç düzünə qalsa çox sürmürəm, amma satmıram da bunu. Heç vaxt satan deyiləm. Heç vaxt yox, satmıram da. Belə görünüşü var. Bunu 25 milyona almışdım, ucuz. Heç inanmazdım ki, bunu satacaq da yəni. Belə coinli bütöv. Full coindir də. Keçək. Oyda bunu bu gün elədim. Bu geribi özüm eləmişəm. Yəni burada nə görsünüz özüm eləmişəm. Da coinli bütün yığılıb M8. Bunun çox ideal görünüşü var belə. Özüm detayları eləmişəm. BMW yazsın. Yoruma yazarsınız da uşaqlar. M8 necədir? Necə alınır? Sonra keçək. Hə, bunu niyə aldım? Heç özümdə bilmirəm. 45 milyon aldım bunu. Bir daha baxın, bütün bu fer zat yoxdur içinə. Ortasına baxın bir daha. Bütün bunun içinə baxın. Bütün hər şey görünür. Turbosu zat, hər şey. Ya görünüşünə görə aldım. Nə bilmirəm də dəyərli maşındır yoxsa ya 45 milyonu. Sonra bir dənə bu da təzə gəlmişdi. Nə baxsa belə bunu satacağam. Bu çox da dəyərli deyil. Qaldı 2 dənə maşınımız. Bunu da bu gün almışam. Yəni hər şeyi elə bir bu gün almışam. Gördüyünüz kimi çox ideal görünüşü var da. Xrom Formula 1 polislə. Gördüyünüz kimi yazılarla. Bunun neçə nakleykası var? 160. 160 stikeri var. Çox ideal görünüşü var da bunun. Və son olaraq bu Seles. Banan Mercedes. Bunu gördüyünüz kimi işıq hər yeri sarıdır. Bunda düzünə qalsa çox sürmürəm, amma satmıram. Çox yəni qəşəng görünür bu da. Uşaqlar maşınlarım qutardı. İndi bir dənə bu BMW təzə gələni sizlərlə sürək. Görək necədir. Mən sürmüşəm, indi sizə də videoda göstərim. Və videonun axırında uşaqlar sizə hədiyyəm var. Deyəcəm onda. İndi girsin. Görünüşüm mən çox bəyəndim. Həqiqətən yəni super görünüşü var. Gördüyünüz kimi yəni sürətli öz yerində. Yəni duruşu özü də həqiqətən super görünür. İndi içini göstərim. Gördüyünüz kimi karbon detaylarını görürsünüz burada. Burada xəritə. Bu karbonları deyil. İçi zat yəni superdir. Sadəcə rulu biraz daha yaxşı olsa, rul boş qalıb belə bir. Yəni ekran zat superdir içi. Bu gerbi özüm eləmişəm. Gördüyünüz kimi da belə. İndi videonu sonlandıracağım. Uşaqlar, hədiyyəmi də deyim sizə. Bir dəqiqə. Bir dəqiqə, hansıydı? Bir dəqiqə uşaq. Yoruma ID-sini yazan bir nəfərə, hamınız ID-vizi yazın uşaqlar.
Sizə dostluq eləyəcəm. Bunu pulsuz verəcəm bu Mercedes uşaqlar. Coinlidir bütün yığılıb. Gördüyünüz kimi. Bunu pulsuz hədiyyə eləyəcəm bir nəfərə. ID-sin yazsın yoruma. Videosunu çəkib atacam kimə hədiyyə elədiyimi. Videomuz bu qədər idi dostlar. Videomu axıracan izlədiyiniz üçün çox sağ olun. Like atıb abunə olmağı yadınızdan çıxartmayın. Sağ olun.